Wikipedia siz diqqət eləmisinizmi? Nəyə? Orada bir dənə Laçın Kürd Cumhuriyyəti var. Nə? Wikipedia'da. Bir baxın zəhmət olmaz. Yox, nə? Laçın Kürd Cumhuriyyəti. Bizim Laçın. Bəli, xahiş edirəm bir Wikipedia'nı vurun. Allah Allah, elə şey olar. Rica edirəm. Nə yazım? Laçın Kürd Cumhuriyyəti ya da Respublikası. Bir dəqiqə, mən şoka düşdüm. Varmı? Laçın Kürd Cumhuriyyəti. Bu Wikipedia'da. Və Elmlər Akademiyası ara baxır. Niyə etiraz eləmir? Kürd Respublikası. Allah Allah. İsabət bəyli. Quyruğun görünür. Bir də video görmür, çaşdım mən. Bu nədir belə? İsabət bəyli burada da quyruğun görünür. Niyə etiraz eləmirsən? İsabət bəyli. Akademiyada Wikipedia'da çalışan bir qrup var. Niyə buna etiraz olunmur dövlət adına? Niyə Azərbaycan dövlətin qarşısında məsələ qaldırılıb yüksək səviyyədə bunlar həll olunmur? Laçın Kürd Cumhuriyyəti var ki, o Wikipedia'da yer alır. Özdə dilləri nə dilidir Zahir bəy o dövlətin? Kurmancu. Bu nədir belə? Dövlətlərin diliymiş. Başbakan Vəkil Mustafayev, Başbakan Yardımçısı Səhərə Esirhiyan. Zahir bəy, düşünün. Bu yaxşı, Azərbaycan Elmlər Akademiyası ara baxır. Tutaq ki, Azərbaycanın ərazisini bölüb, parçalayıb, xərdə çıxarıb Wikipedia. Biz onu etiraz eləməməliyik. Sayın Cumhurbaşqanımız suverenliyi elan eləyib, düzdürmü bu ili? Suverenliyimizə qəsdir də. Qəsd planına qarşı Elmlər Akademiyası Həbib bəyli timsalında etiraz eləmir. Məsələ qaldırmır. Deməli, dövlətə qarşıdır da bunlar. Qarşı tərəfin əskərləridir bunlar. Laçın Kürd Cumhuriyyətini öz xəritəsində daha çox təbliğ eləyən kim olub? Netanyahu'nun oğlu, Benyamin Netanyahu'nun oğlu Yair Netanyahu. Orada Laçın necə Kürd Cumhuriyyəti kimi öz əksini tapıb. Baxın, Böyük Kürdistan xəritəsinin içərisində, baxın. Və orada da İran adlanan Azərbaycanımızın Zahir bəy böyük bir hissəsi. Azərbaycana dövlət qururdunuz. Azərbaycanı məhv eləməklə məşğulsunuz. Urmiya, Qərb Azərbaycan, İran adlanan Azərbaycanda olan bölgələrimiz Kürdistan içərisində. Siz onun mübarizəsinə barızsınız. Bu Laçın mən... Siz kimi təbliğ edirsiniz? Bu nə biabırçılıqdır. Mən birinci dəfədir buna baxayım. Laçın Kürd Cumhuriyyəti. Allah Allah, Allah səni saxla. Bura bax, dəhşətdir Zahir bəy. Hələ Elmlər Akademiyası, hələ istənilən bir adam Wikipedia'da nəsə yazsın, həmən dəyişkənlik eləyirlər, düzdürmü? Bu bizim Elmlər Akademiyası olan qrup. Nəzarət qrupu. Mənim səhifəmi oturub durub silirdilər. Mənim səhifəmi... Həbə bunu silindi. Mənim səhifəmi silirdilər. Bəyli, xərtiyə bax İsabət bəyli. Sənin başın oradan çıxır. Quyruğun görünür İsabət bəyli. Təsəvvür eləyin dəyərli izləyicilər, mənim Wikipedia səhifəmi nə qədər sildilər bunlar. Və mən bilirdim də ki, oradan gəlir o. Akademiyanın o Wikipediaçılarından gəlir bu addımlar. Siz gedin, Laçın Kürd Cumhuriyyəti yaradıb Wikipedia'da salıblar. Zahir bəy, Netanyahu'nun oğlunun xəritəsini görüblər. Deyirlər, birdən onu silərik. Buradakı onların adamları bizi cəzalandırar. Onların əskərləri daxil. Sistemi, onların sistemidir. Niyə onu silsinlər ki? Əlbəttə səni siləcəklər. Azərbaycanın milli maraqlarına uyğun olan bütün yazıları siləcəklər. Laçını göstərin orada, siz canınız. Böyüdün Laçın hissəsini göstərin ki, Netanyahu da Laçını Kürd Cumhuriyyəti elan eləyir. Türkiyənin böyük əsəriyyəti Kürdistan'da görürsünüzmü? Azərbaycanımızın güneyinə baxın. Kərkiş, Mosul, Urmiya, Batı Azərbaycan hamısı Kürdistan olur. Naxçıvanın da bir hissəsi. Hələ onu da deməmişəm. Bax, Naxçıvanın da bir qismi. Bəli. Əbə İsabət bəyli deyirsən Naxçıvanlı ya. Heç olmasa Naxçıvanı qoru, heç olmasa. Vicdanın olsun, sənin. Bu ölkə cinayətkarlarla dolu, kim hardan doğulub rol oynamır. Bu ölkənin ləyaqət dövlətləri bu ölkə sahiblənməlidir və görevə gəlməlidir. Cinayətkar qruplaşmadan qutarmalıdır. Və ona görə də biz tam mənada anayasa və suverenlik prinsiplərinə tam dəstək veririk. Sayın Cumhurbaşqanımızın yanındayıq bu məsələdə. Sonuna qədər mücadilə aparacaq. Paralel yapılanmanı darmadağın edəcək, buna heç kimin şübhəsi olmasın.